düzgün qidadan başlayır. Atrial fibrilasiyanın müalicəsi üçün ən yaxşı pəhriz. Atrial fibrilasiya, qısaca AFib, ən çox rast gəlinən klinik aritmiyadır, yəni ürək ritminin pozulmasıdır. Bu problem milyonlarla insanı təsir edir və insult, infarkt və ürək çatışmazlığı ilə bağlı ölüm və xəstəlik yükünə görə qlobal ictimai səhiyyə problemi kimi tanınır. Bəs onu önləməyə və ya müalicə etməyə kömək edən xüsusi bir pəhriz varmı? Son vaxtlar ən azı nə yeməməli olduğumuzu öyrəndik. Aşağı karbohidratlı pəhrizlər müxtəlif səbəblərə görə atrial fibrilasiya riskinin artması ilə əlaqələndirilir. Birincisi, bu pəhrizlərdə olan insanlar iltihab əleyhinə qidaları, tərəvəzləri, meyvələri və tam taxılları daha az yeyə bilərlər. Bu cür iltihab əleyhinə qidaların azaldılması AFib riskinin artmasının əsas mexanizmlərindən biri ola bilər. İkincisi, aşağı karbohidratlı pəhriz daha çox zülal və yağ qəbuluna gətirib çıxarır ki, bu da oksidləşdirici stresi və sərbəst radikalların yaranmasını artıra bilər. Bu amillər də AFib ilə əlaqələndirilmişdi. Nəhayət təsir digər ürək-damar xəstəlikləri riskinin artması ilə bağlı ola bilər ki, bu da AFib üçün zəmin yaradır. Həqiqətən də aşağı karbohidratlı pəhrizlər ümumi ölüm riskinin, eləcə də ürək-damar xəstəlikləri və xərçəngdən ölüm riskinin artması ilə əlaqələndirilir. Ürək ritm pozğunluğu olan xəstələr üçün qidalanma tövsiyələri əslində aşağı karbohidratlı pəhrizin tam əksidir. Gündəlik qidalanma meyvələr, tərəvəzlər, taxıllar, baxlallar və qoz fındıq üzərində qurulmalıdır. Dəniz məhsulları ən çoxu həftədə bir neçə gün, yumurta, süd məhsulları və toyuq təxminən həftədə bir dəfə, digər ətlər isə ayda bir dəfə tövsiyə olunur. Bunun səbəbi doymuş və trans yağları azaltmaqdır. Tam qidalara əsaslanan bitki əsaslı pəhrizlər, yəni tam taxıllar, paxlallar, lobya, yarma noxud, noxud və mərcimək, tərəvəzlər, meyvələr və qoz fındıq üzərində qurulan və heyvani məhsulların çoxunu və ya hamısını istisna edən pəhrizlər xüsusi rol oynaya bilər. Çünki bu pəhrizlər həm qoruyucu qidaları maksimuma çatdırır, həm də potensial zərərli heyvani qidaları kənarlaşdırır. Məsələn, bəzi qidalardan uzaq durmağın AFibə müsbət təsiri ola biləcəyinə dair güclü sübutlar var. O cümlədən tünd balıqlardan və alkoqoldan uzaq durmaq. Tünd balıqlar məsələsi Framingham ürək araşdırmasından gəlir. Burada tünd balıq dedikdə qızıl balıq, qılınc balığı, mavi balıq, skumbriya və sardina nəzərdə tutulur. Araşdırmada həftədə 4 porsiyadan çox bu cür balıq yeyən şəxslərin AFib inkişaf etdirmə riskinin 6 dəfə yüksək olduğu aşkar edilib. Halbuki ümumilikdə balıq qəbulu belə bir təsir göstərməyib. Alkoqolun aritmiyalar üçün niyə bu qədər zərərli olduğu tam məlum deyil, amma gündə içilən hər içki AFib riskini təxminən 8% artıra bilər. Digər tərəfdən, qəhvə və ya ümumilikdə kafein qəbulu aritmiya riski ilə əlaqələndirilmir. Bitki əsaslı pəhrizlərin ən güclü tərəfi isə AFib risk faktorlarının idarə olunmasındadır. Bitki əsaslı pəhrizlər AFib ilə əlaqəli bir çox ənənəvi risk faktorlarının azalmasına kömək edə bilər. Bunlara yüksək qan təzyiqi, hipertiroidizm, piylənmə və diabet daxildir. Yüksək qan təzyiqi AFibin əsas risk faktorlarından biridir və bütün yeni halların təxminən 5də birini təşkil edir. Bitki əsaslı pəhrizlər burada damarların təbii genişlənmə qabiliyyətini yaxşılaşdırmaqla, iltihab əleyhinə və antioksidant təsirlərlə kalium qəbulunu artırmaqla və qanın qatılığını azaltmaqla kömək edə bilər. Hipertiroidizmə gəldikdə isə heyvani qidaları tam kənarlaşdıranlarda bu problemin yayılması ət yeyənlərlə müqayisədə yarıbayarı az olub. Vegetarian və yalnız balıq yeyən pəhrizlər isə orta səviyyədə qoruma göstərib. Artıq bədən yağı AFib hallarının təxminən başqa bir 5də birinə cavabdeh ola bilər. Yaxşı xəbər odur ki, əhəmiyyətli çəki itkisi AFibdən 6 dəfə daha çox azad olma ilə əlaqələndirilir. AFibi olan və artıq çəkili başlayan, amma bədən çəkisinin 10%-dən çoxunu itirən şəxslərin yalnız 10%-ində 5 il sonra AFib qalıb. Halbuki 3%-dən az çəki itirən və ya çəki alanlarda bu göstərici 60% olub, yəni 6 dəfə çox. Bitki əsaslı pəhrizlə qarşısı alına, dayandırıla və hətta geri çevrilə bilən AFib risk faktorlarına bunlar daxildir. Yüksək qan təzyiqi, ikinci tip diabet, piylənmə, sistemik iltihab və ürək xəstəliyi. Bu tapıntılara əsasən qidalanma dəyişiklikləri son dərəcə vacibdir. Amma bunun həqiqətən AFibi sağalda biləcəyini bilmək üçün sınavdan keçirmək lazımdır. Təəssüf ki, hazırda yalnız klinik hallar var.
Amma bu hadisə olduqca təsirlidir. 82 yaşlı bir kişi çoxsaylı dərmanlar qəbul edirdi. Koronar ürək xəstəliyi, infarkt keçmişi, işemik kardiomiopatiya, yüksək xolesterin, yüksək təzyiq və davamlı atrial fibrilasiya səbəbilə. O, yaddaş itkisi, idrak zəifləməsi, yorğunluq və halsızlıqdan şikayət edirdi. Əgər bütün problemlərə səbəb olan pəhriz və həyat tərzini dəyişmirsinizsə, dərmanlar heç olmasa bir şeydir. Amma geniş istifadə olunan təzyiq və xolesterin salan dərmanlar faktiki risk azaldılmasını az təmin edir və ciddi yan təsirlərə səbəb ola bilər. Buna görə bu şəxs əsas səbəbi müalicə etməyə qərar verdi. O, tam qidalara əsaslanan sağlam bitki əsaslı pəhrizə və orta səviyyəli fiziki aktivliyə başladı. Nəticədə xolesterin və qan təzyiqi sürətlə azaldı və statin, təzyiq salan və beta-blokator dərmanları dayandırıldı. Xəstə həmçinin idrak pozğunluğunun və afib və işemik kardiomiopatiya ilə əlaqəli simptomların, başgicəllənmə, yorğunluq və halsızlığın geri çevrildiyini bildirdi. Bu rəqəmlərə baxın. Fevralda sağlam qidalanmağa başladı və LDL, pis xolesterin 37% azalaraq 72-yə düşdü. Hətta həkimi statinləri və təzyiq dərmanlarını dayandırdıqdan sonra da xolesterin aşağı səviyyədə qaldı və qan təzyiqi tam normallaşdı. Bəs atrial fibrilasiya nə oldu? Tamamilə yox oldu. Xəstə bunu belə təsvir edir. 2017-ci ilin dekabrında az qala ölümcül infarkt keçirdim və təcili xəstəxanaya aparıldım. Dərhal stent qoyuldu. Sonra vəziyyətimi idarə etmək üçün bir sıra dərmanlar yazıldı. Beyin dumanı artdı və daim yorğun hiss edirdim. Daha davam edə bilməzdim. Artıq dərmanların yaratdığı beyin dumanına 4 ilimi itirmişdim. Daha çoxunu qurban vermək istəmirdim. Aralıq dənizi pəhrizi ilə qidalanırdım. Amma sonra bütün zərərli qidaları kəsməyin faydaları barədə məlumat aldım. İndi isə hər gün 1 saat qaçış solağında yeriyə, qaça və ağırlıq qaldıra bilirəm. Özümü illərdir olmadığı qədər sağlam hiss edirəm. Hər səhər aydın beyin və rahat ürəklə oyanıram. Bir ovuc dərman içmədiyim üçün minnətdaram. Pəhrizimdə mükəmməl olmasam da, bu cür qidalanmadan böyük fayda gördüm. Qan analizlərimdəki ciddi yaxşılaşma məni motivasiya edir. Bu irəliləyişə görə kardioloqum son qalan dərmanı da buraxa biləcəyimi söylədi. Bu cür qidalanma mənə sağlamlığımı geri qaytarmaq imkanı verdi.